A 100Y, 1C 2A 3Y 4D 5A, 6D 7A 8C 9B 10D, 1A 9 nə? B, 1A 2D 3Y 4D 5B, 6A 7D 8D 9A 120D, 1B 2A 118 dedi. C 19 A 120 B, 1B 2A 3D 4Y 5A, 6A 7B 8B 9A 130C, 1D 2D 3A 4D 5D, 6A 7B 8A 9C 140Y, 1A 2Y 3A 4B 145, 22 onda 5, 146, 21, 47, 24, 48, 42, 49, 40, 150, 48, 51, 300, 52, 54, 53, 25, 54, 96, 55, 120, 56, 180, 57, 360, 58, 36, 58, 8, 59, 18, 160, 90, 61, 58 59. 58, 8, 59, 18, 61, 54, 62, 45, 63, 60, 64, 80, 65, 60, 66, 20, 67, 18, 68, 9. Yaxşı oxuyur. Sual deyin görək. 100-ə qədər. Ensinan sualı bir. 100-ə qədər. 100-ə qədər. Var uşaqlar 100-ə qədər. Uşaqlar, zəhmət olmasa suallarınızın hamısını deyil. 110-a qədər. Sual deyin. 110-a qədər. 104. Başlayırıq 104-dən. 104-də deyir ki, düzbucaqlının uzunluğu enindən 2 dəfə böyükdür. Eninə x deyirik, uzunluğuna deyirik 2x. Sahəsi 128-dir. Yəni x vurulsun. 2x nəyə bərabərdir? 128-ə. 2x kvadratı 128, x kvadratı 64. Onda x alıram 8. Deməli, bu hissə 8-dir. Bu hissədə neçədir? 16. Perimetrini istəyir. Perimetr olacaq 2 vurulsun. 8 üstə gəlsin 16. O da olacaq 2 vurulsun 24. Cavabı olacaqsa 48. Yəni devariant. Aydındır? 110-a qədər. 108. Varsa de. Dəqiq. 108'e bak. Baxaq. Qızlar suallarınızı deyin. 108. Şərtdə deyir ki, düzbucaqlı üçbucağın katetlərindən biri 24-dür. Hipotenus o biri katetindən 16 sm böyükdür. Deməli belə, Pifaqor eləsək, x kvadrat üstə gəlsin 24-ün kvadratı bərabər olmalıdır x üstə gəl 16-nın kvadratına. İndi məsələ nədədir? Əgər bu sizə adi qapalı suala düşübsə, bizdə 24-də 10-da, bir də 26-dır. Pifaqor ədədləridir. Əslində bunları əzbər bilməlisiniz. Görən kimi tanımalısınız ki, bu Pifaqor ədədidir. Qapalıya düşsə tez bazar onu yazmaq olar. Amma ətraflıya düşsə mütləq belə getməz. Bir də deyirsiniz ki, bu cür qapalı sualın ətrafında nə itazır? Keçən düşüb belə ətraflı. Özdən bilirəm. Yazıram. X kvadrat üstə özdə Pifaqoru yazmayandan bal kəsirdilər. Üstə gəlsin 32x üstə gəlsin 256. X kvadratlar gedir. 32x bərabərdir 320-yə. X alıram 10. Deməli, bura 10-dur. Burada neçədir bizdə? 26. Deyir üçbucağın sayısını tapın. 24-ü 10-a vurub bölürəm 2-yə. Cavab olacaq 120. O da olur sizdə C variantı. Aydındır? Sual deyin. 110-a qədər var? Yoxdur.
Dəqiq deyin ha, hansı varsa. Yaxşı, 120-yə qədər, 118. 118-ə qədər var, 116. 116. Deyir düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilmiş medianı 4-dür. Yadınızda saxlayın. Düzbucaq təpəsindən çəkilən median hipotenuzun yarısı olur. Əgər median 4-dürsə, hipotenuz neçə olacaq bizdə? 8. Şərtdə deyir, bir bucağı 30-dur. Onda bu biri neçə olacaq? 60. 30-un qabağı hipotenuzun yarısı olur. 4. 60-ın qabağı olur bunun kökü 3 misli. Yazıram 4 kök altında 3. Sahəsini istəyir. 4-ü vurursunuz 4 kök altında 3-ə, bölürsünüz 2-yə. Cavab olacaq 8 kök altında 3. Yəni o variant. 116. 118-də isə tənasübdür. Niyə tənasübdür? Çünki bizə 45 dərəcəli dairə sektorunun sahəsini verib, sizdən tam dairəni istəyir. Tam dairə neçə dərəcə olur sizdə? 360. Bundan bugünkü imtahanda var. Hansı sayılır? Bəli. 45 dərəcəyə qarşı 15 qoyuram. 360 dərəcəyə qarşı da qoyuram x. Çarpaz vururam. 45x bərabərdir. 360 vurulsun 15. Bundan bu ixtisar gedir. 3 qalır. 3 ilə də 360 gedir. Qalır 120. İkisi də alırsınız 120. Tənasüblə yazılır. Aydındır? 130-a qədər. Hə. Neçə demişdin sən? 120. 120-də deyir ki, radiusu 6 kökü olan dairə şəkilli lövhədən sahəsi ən böyük olan kvadrat kəsilmişdir. Kvadratın sahəsini tapın. Dairədən kvadrat kəsmişəmsə, onda kvadrat bu dairənin harasındadır? Daxilində. Radiusu 6 kök altında 2-dirsə, onda diametri neçə olacaq sizdə? 12 kök altında 2. Razıyıq. Kvadratda bilirik ki, A olanda diagonal nəyə bərabər olurdu? A kök altında 2. Onda A kök 2 bərabər nəyə? 12 kök 2-yə. Oradan A-nı tapıram 12. Sizə kvadratın sahəsini istəyir. O da A kvadratı olduğuna görə 12-nin kvadratı cavab olacaq 144. O da olur sizdə D variantı. Aydındır? Sonra 130-a qədər 127-yə qədər bana uşaqlar. Deməli, baxırsınız 127-yə. Şərtdə deyir, sahəsi 12, hipotenuzu 2 kök 3 olan, 2 kök 13 olan düzbucaqlı üçbucağın kiçik katetini tapın. Bax, bu da əsl ətraflılıq sualıdır. Bura A deyirəm, bura B deyirəm, burada bir dənə C deyirəm. Sahəsi 12-dirsə, onda A vurulsun B, bölünsün ki, nəyə bərabərdir? 12-yə. Onda A vur B-ni neçə tapıram? 24. Hipotenuz, yəni C 2 kök altında 13. Düzdür? Biz bilirik ki, A kvadrat üstəcə B kvadrat bizə nəyə verir? C-nin kvadratını. 2 kök 13-ü yüksəldirəm kvadrata. 4 vurulsun 13 neçə edəcək sizdə? 52. İndi beyninizdə ədəd verib fikirləşə də bilərsiniz ki, hansı ki ədəddir ki, vuranda 24 edir, kvadratları cəmi 52 edir. Sol, 6-nın kvadratı 36-dır, 4-ün kvadratı 16. Toplayanda 52 verir. Ən rahat yolu budur buradan sonrasını. Amma imtahanda ətraflıya düşsə, ardını necə aparacaqsınız onu göstərin. Yəni səhv qaçaq. Deməli, ardını necə aparacaqsınız? İmtahanda ətraflıya düşsə. Bu A kvadrat üstəcə B kvadratı var. Bunun köməkçi ilə açıram. A üstəcə B 24-dür. 24-ün kvadratına verir. 576 çıxılsın 2AB. Bərabərdə 52. Alıram 2AB bərabərdir. 576-dan 52 çıxın. 524. Bunu da 2-yə bölün. 262. Ondan sonra fikirləşməlisiniz ki, səhv elədim, nəysə. Bir dənə baxın. A üstəcəl B. A üstəcəl B deyil, 24. A vur B deyil, 24. Məni? Biriniz də demişsiniz. Deməli, A üstəcəl B-nin kvadratı. AB-ni neçə tapmışıq? 24. 24-ü 2-yə vururam 48.
48 ilə 52-nin cəmi nə verir? 100. 100 nəyin kvadratıdır? İndi bundan sonra fikirləşirsiniz ki, hansı ədəddə toplayanda 10 verir, vuranda 24. Yüce tapmaq daha rahatlaşır. Düz deyil. Biyyətə görə deyirik 6 və 4. Deyir ki, sizdə kiçik katetini tapın, cavab olacaq 4. Aydındır? 130. Paralelogramın sahə düsturları varmı? AH, BHB. Bəli. Düzdür. Və tərəf AD'dir, hündürlük 4. Bura 6-dırsa, burada 6 olacaqmı? Onda paralelogramın sahəsi 4 vur 6 neçədir? 24. Razısınız? Başqa necə tapa bilərəm sahəni? Hündürlük 5'dir, tərəf AB. Yazıram, AB vurulsun 5, bərabərdir 24. Oradan AB'ni tapıram. 24 bölünsün 5. Cavabını alacağım. 4,8. C variantı. Aydındır? Yaxşı, sual deyin görə 147'ye qədər. 140'a qədər. %40'a qədər. 43'a? 43'a qədər varımızdır. 140? 143'ün özü. Yaxşı. 143 deyinə bax. 143 ətraflıya düşmüş sualdır. Diqqətlə lövhəyə baxırsınız. Şərtdə deyir ki, tərəfi 4 cm olan kvadratın daxilinə dairə, onda daxilinə kvadrat çəkilmişdir. İştiraklanmış hissələrin sahəsini tapın. Birincisi, böyük kvadratın sahəsi tərəf 4-sə sahə neçə olacaq? 4'ün kvadratı 16. İkincisi, diqqətlə qulaq asırsınız mənə. Bu sizdə dairə daxilə çəkilib. Onda bunun eri A bölünsün 2 deyilmi? 4'ü bölürəm 2'yə. Erim nəyə bərabərdir? 2'yə. Sahə də dairə üçün pi kvadratı deyil. Pi'ni verib 3. 3 vurulsun 2'nin kvadratı. Aldım 13. İndi mən bu qıraqlar var. Bu qıraqları tapmaq üçün kvadratdan dairəni çıxmalı deyiləm. Yazıram. S qıraqdakı iştirik. 16'dan çıxıram. 12'ni neçə alıram? 4. Bura qədər etiraz var. İndi bu dairənin radiusunu neçə tapmışdınız? 2. Və buranı birləşdirsəm, bu bunun diametri sayılır. Radius 2 isə diametri neçə olacaq? 4. Onda bu kvadratın sahəsi, daxildəki kvadratın sahəsi neçə olacaq? D kvadrat bölü 2. Var idi də belə düzdür. Düzdür. 16'nı bölürəm 2'yə neçə alıram? 8. İndi belə deyil. Qıraqdakı iştirik 4 oldu, daxildəki iştirik 8. Cəmini tapıram. Cavab neçə idi? 12. Aydındır? Yaxşı, 147'ye qədər 145, 146. Şərtdə deyir, tərəfləri 7 və 9 olan ABC'də düzbucaqlısı 63 kongruent kvadrata bölünüb. Onda belə deyil. Bu düzbucaqlının sahəsini tapmaq üçün 7'ni vururam 9'a, cavab neçə edir? 63. 63 bərabər yerə bölübsə, hər biri 1 olacaqmı? Düzdür. İndi onda buradan bura qədər məsafəni deyin. 4. Bəs buradan bura? 5. Bəs hündürlüyü deyin. 5. Sahə A üstəgəl B bölü 2 vur H trapesiyada. 4 üstəgəl 5 bölü 2 vur 5. Cavab olacaq 4 onda 5 vurulsun 5. Alıram 22,5. Aydındır? Var 147'ye qədər. 148. Deməli belə. MCD'nin sahəsini verib 7, AM-ə deyir 2. MD'yə verir 1. İndi sahə bizdə, bax, katetlərin hasilinin yarısı deyil, MCD'də. Düzbucaqlı üçbucaqda. Yazıram. DC vurulsun 1, bölünsün 2, bərabərdir 7'yə. Onda DC'yi neçə tapırsınız? 14. Razıyıq. İndi bura 14'dür, burada 3'dür. Düzbucaqlının sahəsi A vur B deyil. 3'ü vururam 14'a, cavab neçə olacaq? 42. Aydındır? DC vur bir yanımızı. Vur. Katetlərin hasilinin yarısı. Sonra axıra qədər 158'e qədər var mı?
Uşaqlar varsa deyin. Deyir MNKY kvadratın təpələri tərəfi 4 olan ABCD kvadratının tərəflərinin orta nöqtəsidir. Ortadırsa bunların hamısı 2 olacaqmı? O tərəf 4-dürsə. Düzdür? İndi bu fikir verirsiniz, düz bucaqlı, üç bucaqlı. Sahə katitlərinin asilinin yarısı deyil. Yazıram 2 vur 2 böl 2. Cavabı neçə alıram? 2. Bundan neçə dənədir? 4 dənə. 2-ni 4-ə vururam 8. Aydındır. Sonra 163. 163. AM 10'dur. AD bütöv 16'dırsa bura qalacaqmı 6? Sonra deyir MD DC'ye bərabərdir. Onda bura 6'dırsa burada 6 olacaqmı? Bizə deyir A, B, N, M. Düz bucaqlının sayısını tap. 6'dırsa burada 6'dır. Onda bunun sayısını tapanda 6'nı nəyə vurursunuz? 10'a. Cavab olacaq 60. Aydındır. Axıra qədər sual. Yoxdur? İndi onu təzə vərəq paylayaq. Deməli belə. İndi nömrə deyirəm. Birinci siz baxırsınız, yazanmasınız mən deyirəm. 170-ci sual. Ümid görə bilirsən lövhə normal. Bəli. Hə. 170-ci sual buraxılışa düşüb. Bir diqqətlə baxın görün necə yazarsınız. Təbii etmisiniz buraxılış. Bu renkli değil de burada. Ha. Yox, öyle bir söz deməyib bax. Yani paralelliği o üçgeni O nə deməkdir? Yəni A-yə Y-B-yə bərabərdir. Cavab 12. Yox. Necə həm A-Y-S-də 12 olsun, həm də 12 olsun? Bəs o qrafdaşı ağrısı balqabaqdır. ABC'de 18 de oldu. Yox. 24. Fikir var. Burada hündür Beş zaten. tane. Diagonal çəkəcəm. Bir dənə bura baxın zəhmət olmasa. Baxıram mı? Bax, şərtdə A-Y-ni Y-B-yə bərabər veribsə, onda S-yə median sayılırmı? Onda bura S desəm, burada S olacaqmı? Güzeldir. İndi bura 2S oldu mu? İndi bax, axı bu paralelogramın diagonalıdır. Paralelogramın diagonalı sayını 2 bərabər S bölür. Bura 2S-dirsə, burada 2S olacaq. Onda ştrixin içində bir bu var, bir də bu var. 400. Yox, ştrixin içində. Ştrixin içində 3S-dir. 3S 12-dir. Onda S-i neçə alıram? 4. Opri paralelogramda 4S-dir. 4-ü 4-ə vuram. Cavab neçə olacaq? 16. Aydın oldu. Çox maraqlı misaldır. Bir də imtahan sualıdır. Düşüb. Bu ataklı üçgeni. Hə, məncə. Elə yadımda qalıb. Yani Növbəti 173-ə baxarsınız. Deməli belə. Baxırıq 173-ə. Şərtdə deyir, kör bucağı 150 olan. Kör bucağı 150-dirsə, onda iti bucaq neçədir? 30. Yan tərəfin uzunluğu 6-dır. İndi mənə baxın, buradan bir hündürlüyü endirirəm. 30 dərəcə bucaq qarşısı kateti betonuzun yarısı olurmu? Onda bura neçə olacaq? 3. Bura A deyirəm, burada bir dənə B deyirəm. Bərabər yanılsa burada 6-dır. Sahə A üstə gəl B, bölü 2, vurulsun nə idi? H. Verib 66. H-dan neçə tapmısınız? 3. 3-dən 66 gedir 22. Onda A ilə B-nin cəmi 2-ni vururam 22-yə neçə alıram? 44. İndi perimetr istəyir. Perimetr A ilə B 44-dür. Yan tərəflərdə 6. 44-ün üstünə 12 gəlir. Cavab neçə olacaq? 56. Aydındır. %175'e baxın. %175. Deyir ki, ABC üçbucağında A, A1 və B, B1 medianları perpendikular və uzunluqları uyğun olaraq 12 və 15 olarsa, ABC üçbucağının sayısını tap. Çox maraqlı sualdır. A, B isə əsl ətraflılıq sualdır. Və bu tipli düşüb ətraflıya. Medianlar kəsişir. Kəsişmə nöqtəsində 2-nin 1-ə bölünürlər. Bura x desəm, bura 2x-dir. Bura y desəm, bura nədir? 2y. İndi
Birinin uzunluğu 12'dir. Yazıram məsələn 3x 12. Onda ikisini neçə alıram? Bu birisində də 15 verir. 3y götürürəm onda. Y neçə alıram? 5. İndi bura olacaq 8, bura da olacaq 10. Perpendikulardır. 8, 10. Bir ABC üçbucağının sahəsini tap. Mənə diqqətlə qulaq asırsınız. Və bu üçbucaq var. Bu düzbucaqlı üçbucaq deyilmi? 10 saati katitlərin hansının yarısı olacaq. Onda həmin üçbucağın sayısı olacaq. 8 vurulsun 10 bölünsün ki. Neçə eləyir? 40. İndi sizə nəyə göstərirəm? Diqqətlə baxın bura. Əgər üçbucağın 3 medianı da çəkilərsə sahə neçə bərabər hissəyə bölünür? 6. S. Mən buranın sahəsini tapmışam 40. Onda 2S 40 deyilmi? S aldım 20. Ümumi də 6S'dir. 6'nı vururam 20'ye cavab olacaq 120. Təmiz ətraflıdır və düşüb. Yaz. 177'ye bakın. 177. Deyir böyük yan tərəfi 4 kökçü olan kör bucağı 135, kiçik oturacağı 5 olan düz bucaqlı trapesiyanın sayısını tap. Bax, kör bucağı 135 isə iti bucağı neçədir? 45. Deyir kiçik oturacağı 5'dir. Bura oldu 5. Deyir düz bucaqlı trapesiyanın sayısını tap. İndi mənə baxın. Buradan bir hündürlüyü indirirəm. Bura 45'dir. Bura 90'dır. Avtomatik burada 45 olacaqmı? Düzdür. Onda bura A desəm, burada A'dır. Bir də 5'dirsə, burada 5'dir. Düzdür. Buranın veribsə 4 kök 2, 4 kök 2. A olanda bura kök 2 olur axı. Onda buralar da 4 olurmu? Deməli, hündürlüyü 4'dür. Böyük oturacaq 9'dur. Balaca da 5'dir. Sahə olacaq 5 tutacaq 9 bölü 2 vur 4. 7 vurulsun 4. Cavabı neçə alıram? Aydındır. 9. Katetlərindən biri 15, o biri katetin ipetonun üzərində proyeksiyası 16 olan düzbucaqlı üçbucağın sahəsini istəyir. Proyeksiya söhbəti etdirsə üçbucağı bu formada çəkin. Katetlərindən biri 15'dir. Hündürlük çəkirəm. O biri katetin ipetonun üzərində proyeksiyası 16'dır. Bura bir də nə deyirəm? Katetin kvadratı bərabər olurdu. Proyeksiyası vurulsun ümumi. Etirazımız yoxdur. 225 bərabərdir. A vurulsun A tutacaq 16. 225 9 vur 25 deyil. Onda A neçədir? İndi A'nı 9 tapdım. Bura H deyirəm. H kvadrat MN'dir. 144. H'ı neçə alıram? 12. Sahədə 2'də 1 ağaçdır. 2'də 1. 9 16'ını topluyorum. 25. Hündürlükdə 12. 25'i vuram 6'ya. Cavab neçə eləyəcək? 150. Aydın da. Bu gün qutarır. Mesela. 8'dir. Yaxşı. Deyir ki, radiusları 2'yə bərabər olan çevrələr bir-birlərinə ABC düzbucaqlının tərəflərinə toxunurlar. İndi mənə baxın. Radius 2'dirsə bu diametrdə neçə olacaq? 4'dirsə burada 4 olur. Mənə burada 4. Təzədən bax, bu da diametrdir. Bu da diametrdir. 4, 4. Buranı da 8 aldım mı? O bir sahə 4'ü 8'ə vuram. Neçədir? 32. İndi dairələrin sayısını tapıram. Dairənin sayısı pi r kvadratıdır. Pi vurulsun r kvadratı. Pi 3'dür. Radiusu neçə idi? 2. Aldım 12. Axı 2'də nədir? 12'ni 2'yə vuram. Alıram 24. Nə etməliyəm? 32'dən 24'ü çıxmalıyam ki, qıraqdakılar qalsın. Aydın da. Buyurun. O təkcə burandır. 182'ye baxın. Deməli, baxırıq. Sahələrin fərqi necə tapılırdı bizdə? Pi böyük yerin kvadratı çıxılsın pi balaca yerin kvadratı. 16 pi.
Onda alıram r kvadrat. Balaca r'in kvadratı 16. Bunda vuruqlara ayırıram. Bərabərdə 16-ya. İndi mənə bax. Cəm 8 isə fərq neçə olacaq? 2. Hansı ki ədədi toplayanda 8 eləyir, çıxanda 2. 4 için. 5 bölü 3. Hə. Yox. 184 ətraflıya gəlib. 11-lərə özdə. On birlərin ətraflı sualıdır 184. Fikir var? Ne? Sahə düsturu bizdə işləvli ağacdır. Amma bundan istifadə eləməyəcək. Burada nəyə baxırsınız? Sahə ilə tərəf necə asılıdır? Düz. Düz asılıdırsa bura S1 deyirəm, bura S2. S1 böl S2 13 böl 27 olur. Onda S1 olacaq 13K, S2 də olacaq 27K. Cəmin də verib 200. 40K 200. K neçə alıram? 5. AMB'ni istəyir. O da 13K'dır. 13'ü vurursunuz 5'e. Cavab olacaq 65. Aydındır. %86. 186. Deyir ki, O1'in uzunluğu 2'dir. Şərtdə deyir, ştrixlənmiş hissənin sayısını tapın. Bu 2-dirsə, burada 2 olacaqmı? Onda böyük dairənin radiusu neçə olur? 24. 4. Ay 2. Hə. İndi böyük dairənin sayısı olur pi r kvadratı ilə 16 pi. Razıyıq? Balacanın radiusu 2'dir. O da pi r kvadratı ilə olacaq 4 pi. Fərqini tapıram. 16 pi'dən çıxıram 4 pi'ni. Cavab olacaq 12 pi. Aydındır? %88. Əldə. 54. 81 isə tərəfi neçədir? 144 isə tərəfi neçədir? 12. Katetlərin arasının yarısı 9 bölü 12 bölü 2. Bunu ətraflı hissəyə veriblər. Belə baxanda heç bu ətraflılıq deyil. Qabaqda bundan daha çox ətraflılıq var idi. 190. Buraxılışın ətraflısına düşüb. Deməli, şərtdə deyir ki, trapesiyanın sahəsi 108'dir. Deyir, oturacaqlarının biri hündürlüyündən 3 cm böyüdür. Hündürlüyü x deyirəm. Onda bura olacaq üstəcəl 3. Digəri 9 cm kiçikdir. Onda nə yazıram? X sıx 9. Sahədə oturacaqların cəmini toplayıram. Toplayıram da doğrusu cəmini toplayıram. Bölürəm 2, vururam hündürlüyə. Yuxarı 2x sıx 6'dır. 2'yə böləndə x sıx 3. 108 sizdə 12 vur 9'da axı. Deməli x neçədir? 12. Aydındır. Ətraflıya düşüb. 192. Düz buzaq təpəsindən çəkilən median nə idi? Hipotenuzun yarısı. 7 onda 5 sonda hipotenuz neçədir? 15. Katetlərdən biri 9'dur. 225'dən çıxıram 81'e. Alıram 144. Bu da 12'nin kvadratı. Sahə katetlərin hasilinin yarısı. Cavab olacaq 54. Aydındır.
194. %94'te. Fikir var. Var. Daha benim 4 dedim. 194'te. Xeyr. O içine bir de bir de içi Hı. var. Deyir uzunluqları cəmi 28-dir. D1 üstəgəl D2 28-dir. Tərəfi 10'dur. Yox, 70 deyil. 84. 96'dır. Tərəfi 10'dur. D1'in kvadratı üstəgəl D2'nin kvadratı 4A kvadratı deyilmi? Onda A 10'dursa bu 400 olacaq. Bunda düsturundan açıram. D1 üstəgəl D2'nin kvadratı çıxsın 2D1 D2. İndi 28'in kvadratı 784'dür. Bu da ətraflıya düşür. Olacaq 2D1 D2 384. Alıram D1 D2 192. Amma bizdə sahə 2D1 D1 D2 daxil. Düzdür? Ona görə 192'ni də 2'yə bölürsünüz. Cavab olacaq 96. Ətraflıya düşüb. 195. Bu da ətraflıya düşüb. Neçə? 195. Tahmin etdim. 20? 195'te. Yox, hə. 20. Baxa. Deməli belə. AM-i verib 5. Bura x desəm, median devra nə olur? 2x. 3x 5 ise x alırım 3 bölü 5. 5 bölü 3. Onda bura 2x ise 10 bölünsün 3 olacaq. Buraya y desem buraya 2y'dir. 3y 6'dır. Y alırım 2. Buraya 2y olduğu için 4 olacaq. Düzdür? İndi baxın. Bu istenen sayısı katedlərin hasilinin yarısı değil. 4 vurulsun 10 bölü 3 bölünsün 2. Alırım 20 bölünsün 3. Etiraz var. Ne bayaqsa başa saldım ki 3 median da çəkilsə bütün hissələr S olur. Düzdür? Bu hissəyə neçə S düşürdü? Bura. 2S. 2S. 3'te 20'dir. 6S sualdır. Deməli bu nəyə vurmalıyam? 3'ə. 3'te 20'ni vurursunuz 3'ə cavab olacaq 20. Ümid oradasın ha? Ha buradayım. Hə, yaz. Arada bir səsələ bilək bizimləsin. %97 ətraflıya gəlib. Hətta ilin də deyə bilərəm sizə. 10 Mart 2023. 2024. 10 Mart 2024'e gəlib. Allah. Ad cümlənin reklamı. %97. Şərtdə deyir ki, B-si 8'dir. Bura 8'dir. MNY-nin sayısı 10'dur. Buranın sayısı 10'dur. Deyir MNY nöqtələri uyğun olaraq AC, SB və AB tərəflərinin orta nöqtələridir. Əslində bunu bura salmaqları düzgün deyil. Bu bir növü oxşarlıqdır. Niyə bir növü oxşarlıq? Sən bilməlisən ki, əgər iki üçbucaqlar tərəfləri mütənasibdirsə, onda bu üçbucaqlar oxşar üçbucaqlardır. Yəni məsələn deyirdik, məsələn bir tərəf digər tərəfindən 5 dəfə fərqlənsə, digər tərəf də o cür fərqlənməlidir. Buna necə bilirik? Məsələn, orta nöqtədirsə, bu da orta xətt sayılır, bu da orta xətt sayılır, bu da orta xətt sayılır. İndi mənə baxın. Bura x desəm, bura neçə x olur? 2x, düzdürmü? Sonra artıram. Buraya y desəm, bura nə olur? 2y,
Bura Z desəm, bura 2Z olurmu? Səhvdir. Onda bura 8 ise bura neçə olacaq sizdə? 4. Etirazınız yoxdur. Bu düz buzaqlı üç buzaqdırsa, bu da mütləq düz buzaqlı üç buzaq olmalıdır. Çünki oxşarlıqda buzaqlar eyni olur. İndi mənə baxın. Bunun sayısı katillərin asinin yarısı olacaq. Yazıram. 4 vurulsun Y bölünsün ki, bərabərdir 10'a. 4Y bərabərdir 20'yə. Y neçə tapırsınız? 5. AS'ni istəyir. O da 2Y olduğu üçün cavab olacaq 10. Ətraflıya düşmüşdür. Yazın. 199'a bakacağım. 197'de 10. Burada. Basantı ki. 199 da sonluq bu. Zaman 12. 199'da ha 12. Düz. Şərtdə deyir ki, BMN-in sayısı 9'dur. Buzağın tərəfi var. Sahə üçün hündürlüyü bilməli deyilsiniz. Yazıram. 6 vurulsun H bölünsün ki 9. 6H 18'dir. H'ı neçə alıram? 3. İndi bax bu üç buzaqla bu üç buzaq. Oxşar üç buzaqlar deyil. Oxşarsa tərəflər nisbəti nə olmalıdır? Eyni. İndi bax 6'dır 3'dür. Onda 4 ise bura neçə olacaq? 4 ise. 8 olmur. Bu 2 dəfə böyüyüb, bu da 2 dəfə böyüməlidir. Onda bura neçə olacaq? 8. Sizdən AM istəyir. 8 ilə 4 toplayırsınız. Aydındır. Növbəti baxın 200'ə. Buraları deyəsən dənə-dənə deməli yamamız fərqlidir. 200 asandır, deyin gəlsin. H kvadrat nə olurdu? Emin. 2'ni 8'ə vururam. 16. H olur 4. Sahədə 2'də 1 AH. Hündürlük 4'dür, tərəfdə 10. Bəli, cavab 20'dir. 201'ə baxın. Bunları dənə-dənə baxacam, hamısı fərqlidir. B'də AS'yə perpendikular 90'dır. Zaten tamam. Ben İşartda deməyə bax. B'de 5'dir. B'də. Ha, B'də 5. 30'un qabağıdır. 201. Yox. İndi mənə baxın. 30'dur, düzdürmü? Onda bura neçə olur? Bir də 30. Bura neçədir? Bura. 120. Onda burada 30 olacaq. Onda 10'dursa burada neçədir? 10. İndi diqqət. Ortası 5 köşk. İndi hər ikisində 60'ın qabağı bura 5 kök 3. Burada da 60'ın qabağı 5 kök 3 olurmu? Onda bura nə oldu? 10 kök 3. Sahədə 2'də 1. 10 kök 3. Vur 5. Cavab olacaq 25 kök 3. Buyurun. Çox süper sualdır. Ben sadece köşk. Növbətiyə bax. %202. Bir B'yi tənböləndir. Onda bura alfa desəm. Burada alfa olacaqmı?
Onda bir dənə diqqətlə baxın. 15 isə çarpazda 15-dir. Burada 15-dir. Onda B bucağı 30 dərəcə oldu. Düzdür? Bir də nəyə diqqət yetirirsiniz? Bu oldu bərabər yanlış. Görürsünüz? 5 isə burada 5 yazacağım. Düzdür? İndi mənə bax. ADY-nin sahəsini istəyir. ADY. 30 dərəcədirsə bura. Burada 30 olur. Sahədə 2-də 1 AB sinus alfa deyil. 2-də 1. 5 vur. 8 vur sinus 30. Sinus 30'da da təzədən 2-də 1 alır. 5'i 4'e vuram. 20. 20'yi də vuram 2-də 1'ə. 10. 10. Sən təzədən 2'yə vurmuşsun. Sinus 30 2'də 1. 203 ətraflıya gəlib. Həm 9'a gəlib, həm 11'ə gəlib. Ətraflıya. Keçən gəlmişdi, özü desin. 9'lara, ha? Bu. Ya keçən ildi, ya ondan qabaq gedim. Sonlar yadımda deyil. Mənə yadıma gəlib düşmüşdü. Bax, BS'nin uzunluğunu bu yarım çevrə deyil. Verib 2. Tam çevrə 2 piyerdir. Onda yarım çevrə. Piyer yazsam. 2 pidir. R neçədir? 2. 2'dir, 2'dir. Düzdür? İndi bax, bütün figurun sahəsini istəyir. Birinci bu yarım dairənin sahəsini tapıram. Piyer kvadrat bölü 2. 4 pi bölü 2. Cavabını alıram. 2 pi. Bu buranın sahəsi. Bir də bura 4'dür, bura 7'dir. Sahə 2'də 1 AH-la gedir. 2'də 1, 4 vur 7. Alıram neçə? 14. Olacaq 14 üstə gəl 2 pi. Ətraflı. Yarım dairəni tapırsan, sonra 3 bucağı tapırsan, sonra toplayırsan. Gedək 204'ə. Beraber 24'ü 4'e böldüm. 204'də. Deyək, perimetri 24 olan kvadratın təpə nöqtələrində olan 4 bərabər radiuslu çevrə elə çəkilmişdir ki, mərkəzləri qonşu təpələrdə olan çevrələr bir-birlərinə toxunurlar. Qıtırıqlanmış hissənin sahəsini tap. İndi diqqətlə bax. Perimetri 24 isə tərəfə 6 olur. Onda bunların hamısı nə? Oy. Deməli, perimetri 24 isə tərəfə 6'dır. Onda hamısı neçə olur? 3 radiuslar. Düzdür? İndi bir dənə diqqətlə qulaq asın. Bax, bu hissə var. Bu sizdə sektor deyil. Sektorun sahəsi pi kvadrat alfa bölü 360 deyil. Alfamız bu 90 olacaq kvadratın uzağına görə. Olacaq pi vurulsun. 3'ün kvadratı 9, bucağımda 90. Bölü 360. 9 pi böl 4. Bunlar neçə dənədir? 4 dənə. Onda 4'ə vururam. O kənarlar neçədir? 9 pi. İndi mən kvadratın sahəsindən o sektorları çıxsam, bu orta qalar. Kvadratın da sahəsi tərəfə 6'dırsa neçədir? 36. İndi iştiraklanmışı tapanda 36'dan çıxıram 9 pin. Cavab da olur bu. Mən niyə olmaz? Pi 180 değil. Hətta bu. Pi 3,14. Bucaqla 180. 205. 9'ların ətraflısına gəlib. Deməli belə. Deyir ABC'də düzbucaqlısı formasında olan çərçivənin perimetri 56 santimetrdir. Çərçivənin hər tərəfindən 2 santimetr saxlamaqla şəkil üçün ayrılan hissənin sahəsi 84. ABC'də çərçivəsinin sahəsini tapın. İndi qulaq asırsınız mənə. Bunun tərəfinə bir dənə A deyirəm, bunun tərəfinə bir dənə B deyirəm. Onda bu daxilə gedəndə 2 buradan gedir, 2 buradan. B çıx 4 olacaqmı?
Buradan da 2 buradan gedir, 2 buradan. Bu da A çıxılsın 4 olacaqmı? Düzdür? İndi böyüyün perimetrini neçə vermişdi? 56. Yazıram. A üstə gəl B. Vur 2. Bərabər nəyə? 56. Etiraz yoxdur. Onda A üstə gəl B cəmini neçə alırsınız? 28. Razıyıq. Bir də ki, daxildəkinin sahəsini verib neçə? 84. Daxildəkinin də sahəsi bunun hasilidir. Etiraz var. İndi bunu açsam. Çəp var. İndi buradan 4'ü çıxardıram. 84'dən də 16 çıxın. Aha. A üstə gəl B də 28'dir. 28'i də 4'ə vurun. 112. 112. Hə? 109. Yok 192. A, B'ni də tapanda düz deyil. 68 üstə gəl 112. Cavab neçə olacaq? 180. Всё. Aydındır. Sizdən də AB-ni istəyirdi. Yəni böyük çərçivənin sahəsi. Yenə deyirəm, keçən yox ondan qabaqçı 9'ların ətrafısına gəl. Və ən son 106. 106 yok 206. 106. 206'ya sorry. Mesela Elə 206 bitdi. Sınava sasın var. Bu əziyyət çəkib gəlmişik bu qaba. Neydi o biri? Əsli qələm var. Bax, öpmən. Qoy baxaram. Qələm var. 206. her şeydi. B'sı iyi yazdırır. Hə, yoxlayıb. Ən çox yazan budur. 86 yazıb. Mən yazmamışam. Mən yazmamışam. Yok. Sahəsi 12 köşüdsə bərabər tərəfli üçbucağın A kvadrat köşüd böldür 12 köşüd. Bunlar gedir. A kvadrat 12'ni 4'ə vurun 48. A olacaq köş altına 48. Median deyirsə, median necə tapılırdı? A köşüd bölü 2. 4 köşüd vur köşüd bölü 2. İçini vururam. 3'e 6. Deyir medianların kəsişmə nöqtəsindən tərəfə qədər məsafəni tap. O da 2 böl 1 nisbətinə bölünür axı. Ümumi 6'dırsa. Bura 4'dür, bura 2'dir. Buranı istəyir deyə cavab neçə olacaq? Aydındır.